Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Bugün 7-ci sinif 2-ci hissə kimya dərsliyində səhifə 16-da olan tapşırıqların izahlarını dinləyəcəksiniz. İzahlara keçməzdən əvvəl onu demək istərdim ki, bu cür videolar əziyyət tələb etdiyindən əziyyətimizə qarşılıq olaraq videoya like atıb abunə olmağı unutmayın. Çünki bu bizim üçün çox önəmlidir. Sizin bu videoları izləməyinizdən, bu videoları bəyənməyinizi like sayından və abunə sayından anlayırıq. Ona görə də xahiş edirəm ki, videonu izləməzdən əvvəl kanala abunə olun və videomuza like atmağı unutmayın. Kanalda belə videoların davamları var, əvvəlki səhifələrin də izahları qeyd edilmişdir. Elə isə gəlin keçək öyrəndiklərinizi tətbiq edin hissəsinə. Deməli, bizdə deyir ki, şəkildəki suyun neft ilə qarışığının ayrılma prosesi təsvir edilmişdir. Baxın bu. Buradakı deməli əsas laboratoriya cihazımız ayırıcı qıfdır. İndi gəlin A variantımıza baxaq. Ayrıcı qıf şəkildə hansı hərflə göstərilmişdir? Burada X hərfi ilə göstərilmişdir. Baxın, X hərfi ilə göstərilmişdir. Bu qabda mayələrin doldurulduğu və kranı olan xüsusi şüşə qabdır. Əlavə olaraq da onu deyim ki, bax burada heç bir məlumat verilmir onun haqqında, yaxud da sual soruşulmur. Z ilə ifadə olunan hissə ştativdir. Y ilə ifadə olunan hissə, yəni daha doğrusu göstərilən hissə isə qəbul edici stəkandır. A variantının izahı bitdi. B variantının izahına keçid edək. Su və neft təbəqələri hansı hərflə göstərilmişdir? Su təbəqəsi B hərfi ilə göstərilmişdir. Bunu gəlin fərqli rəng ilə qeyd edək. B hərfi ilə göstərilmişdir. Neft təbəqəsi isə A hərfi ilə, yəni baxın buradakı yuxarıdakı hissə. B variantını izah etdi. İndi isə gəlin keçid edək C variantının izahına. A və B mayələri iki təbəqə əmələ gətirmələrinin səbəbi nədir? Bunun səbəbi odur ki, onlar bir-birində həll olmamasıdır. Deməli, su qütblüdür, neft isə qeyri-qütblü maddələrdən təşkil olunduğu üçün bir-biri ilə qarışmırlar və heterogen qarışıq əmələ gətirirlər. Yəni, müxtəlif cinsli qarışıq əmələ gətirirlər. C variantının izahını bitirdik. Elə isə gəlin keçək D variantının izahına. Nə üçün qarışıqda A mayesi üst təbəqəni əmələ gətirilmişdir? Deməli, burada sıxlığın az olması səbəbindən əmələ gəlmişdir. Neftin sıxlığı, baxın, sarı ilə ifadə olunan, daha doğrusu göstərilən neftdir. Hətta bura kiçik M hərfi qoyun ki, çaşmayaq. Deməli, nerede qalmışdıq biz? D variantımızda. Deməli, burada neftin sıxlığı suyun sıxlığından kiçik olduğu üçün o həmişə suyun üzərində qalır. Suyun üzərinə qalxır və sıxlığı böyük olan su isə qabın dibinə çökür. Gəlin E variantının izahına keçid edək. Neft əvəzinə etil spirti olsaydı, şəkildə göründüyü kimi iki müxtəlif təbəqə əmələ gələrdimi? Fikrinizi əsaslandırın. Xeyr, əmələ gəlməzdi. Bunu belə əsaslandıra bilərik ki, çünki etil spirti və su bir-birində hər bir nisbətdə tam, yəni sonsuz həll olur və homogen, bir cinsli qarışıq yaradır. Yəni, homogen qarışıqlarda da gözlə görünən təbəqələşmə baş vermir. Burada sanki sistem tək bir faza kimi görünür. E variantının izahını bitirdik. İndi isə gəlin keçid edək. Öyrəndiklərinizi yoxlayın hissəsinə. Birinci sualımıza baxaq. Durultma üsulunda iki mayenin təbəqələr şəklində bir-birindən ayrılması onların hansı fiziki xassəsinə əsaslanır? Deməli, bu hadisə mayələrin sıxlıqlarının müxtəlifliyinə əsaslanır. Yəni, sıxlığı çox olan maye aşağıda, sıxlığı az olan maye isə yuxarı təbəqə əmələ gətirir. Beləcə, kranı açmaqla altdakı mayeni tamamilə boş qaba boşaltmaq mümkündür. Ümid edirəm, izahları anlayırsınız. Əgər hər hansısa bir anlamadığınız bir şey olarsa, yaxud da dərsdən kənar bir mövzu olarsa, şərhləri qeyd etməyi unutmayın. Mütləq şəkildə sizlərə cavablandıracağam. Ola bilər, izah zamanı səhvlərə yol verə bilərəm. Şərhləri qeyd etməniz məni sevindirər.
İndi isə gəlin keçid edək ikinci tapşırığımıza. Verilmiş qarışıqlardan hansını ayrıcı qıf vasitəsilə ayırmaq olar? Fikrinizi əsaslandırın. Burada düzgün variantımız olacaq A variantı, benzin ilə su qarışığını. Benzin ilə su qarışığı hər ikisi maye haldadır, bir-birində həll olmurlar. Yəni heterogen maye görünürdümü baxım. Yəni burada maye plus maye qarışığıdır. Deməli, indi B variantına gəlin baxaq. Yəni burdan ikisinin də sıxlıqları bir-birindən fərqlidir. Bunları ayrıcı qıf ilə ayırmaq mümkündür. B variantına baxaq. Qum ilə suyun qarışığı. Bərk maye qarışığıdır burada. Süzmə yaxud da sadə durulma üsulu ilə ayırmaq mümkündür. Yəni bir dəqiqə. Bunu da izah etdik. İndi gəlin keçid edək C variantımıza. Etil spirti ilə su qarışığı verilib burada. Bunlar bir-birində həll olan homogen qarışıqdır. Ona görə də bunları distillə ilə ayırmaq, yəni distillə üsulu ilə ayırmaq tam uyğun olar. D variantına baxaq. D variantına baxaq. Şəkər və su qarışığı bərk maddənin mayedəki homogen qarışığıdır. Yəni şəkəri suya əlavə etdiyimiz zaman şəkər orada həll olur və gözlə görünmür. Yəni homogen qarışıq əmələ gətirir. Bunu da buxarlandırma üsulu ilə ayırmaq mümkün olar. Digər üsullardan istifadə etməyə ehtiyac olmaz. Bəli, əziz şagirdlər, izahımız bu qədər. Ümid edirəm bütün izahı anladınız. Yenə də deyirəm, anlamadığınız bir şey olarsa şərhlərdə qeyd etməyi unutmayın. Onlayn dərslərimizdən yararlanmaq istəyirsinizsə, şərhlərə plus işarəsi yazmağınız kifayətdir. Məlumat sizə göndəriləcək. Əgər uyğun görürsünüzsə, bunu mütləq şəkildə dərslərimizə qoşula bilərsiniz və yay qruplarımız da mövcuddur. Yay qruplarımıza da daxil ola bilərsiniz. Böyük ehtimal siz bunu dərs vaxtı izləyəcəksiniz, amma mən bu videoları yayda çəkmişəm. Əsasən də son videolarımı. Deməli, bu videolarda yay qruplarımız açıqdır. Bu gəlin il üçün də inşallah yəni aiddir, gəlinə də aiddir. Nə zaman istəsəniz bizim yay qruplarımıza və qış qruplarımıza da daxil ola bilərsiniz. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.